videoları danışmamışam, amma çox gözəldir də qızlar. Allah bura gəlmək istəyən hamıya nəsib eləsin. Həqiqətən səsini bilmirəm, eşidirsiniz yoxsa yox. Çox gözəldir qızlar. Adam buradan evə qayıtmaq istəmirəm mən. Allah bizə yenə də nəsib eləsin. Hər il gəlməyi nəsib eləsin. Həccətül İslamın Həccətül İslamın Həc təməttüsündə ehram geyinirəm vacib qurbətən ilallah Ləbbeyk Allahümmə ləbbeyk Ləbbeykə La şərikə Ləkə ləbbeyk Adəm babamız da düşür, bəzi rəvayətlərdə var ki, Hindistan, Şirvanka o ərazilərə illərlə bir-bir axtarırlar, gəlirlər Ərafatda Cəbəlur Rəhmət deyərlər, Rəhmət dağı. Orada Ərafatda qovuşurlar, Ərafatda görüşürlər və Əraf surəsində bir ayə var, Quran ayəsidir ki, orada var dua edirlər. Rabbena zələmna ənfusənə və illəm təğfir lənə və tərhəmna lənəkunənnə minəl xasirin. Pərverdigarə, biz həqiqətən də nəfsimizə, özümüzə zülm etdik. Əgər sən bizi bağışlamasan, biz ziyankarlardan olarıq. Bu duanı əlbəttə qunutda oxumağı müstəhəbdir. Bu duanı edirlər. Adəm əleyhissalamla Həvva nənəmizin bağışlandığı yer, tövbələrin qəbul olunduğu yer. Rəvayətdə var ki, hazır ki, Ərafata qədəm qoyar, hələ Ərafat vaxt bitsin, axşam azan edilsin yoxa, qədəm qoyar, şək eləsə ki, Allah görəsən məni bağışladı, bir ömür etdiyi günahlar bir tərəfə, bu günah bir tərəfə. Bura ümid yeridir, bura bağışlanmaq yeridir. Çalışın, istifadə edin. Yatacağımız döşək. Yəni bizim ərazimiz buradır. Buradan nə sağa, nə də sola çıxa bilmərik. Burada bizə verilən hədiyyə. Görək, zontik, termos. Bunlar nədir? Şampundur, duş şotkası, belə şeylər. Gitti. Maşallah. Gitti. Allah kabul etsin. Gitti. Ben birazdan Bayramımız mübarək olsun. Sağ olun xala. Allah kabul etsin. İnşallah. Allah mübarək eləsin. Xanamızı da, hacımızı da. Amin. Çok sağ olun. Allah korusun.
Topunu doğdu. Teşekkür ederim. Leyletül Medud derler o geceye. Bilirsiniz, peygamberlik verildi. Peygamber bir müddet gizli saxladı peygamberliğini en yakın məhrəmlərə. Ondan sonraki aya nazil oldu, əmr olundu ki artıq peygamberliği elan et. Peygamber çıktı Əbu Qubeyz dağının üstüne. Oysa ki peygamber orada olup o dağın üstünde öz peygamberliğini elan edip çıxır dağın üstüne. Mekke cemaatini yığır ve bunlar Muhammed Ali Muhammed'e salavat diyey. Allahümme salli ala Muhammed ve Ali Muhammed. Tamam gördünüz, bu da plakat sitede satırlar da orada hem yolu yedi. Bunları orada. Gestası alabilir. Gittik. Bu dağı görürsünüz, Balalı Tepe dağ deyəndə, onun düz yuxarısında sütun var. Sütun o dağın tam mərkəzini göstərir. Həm də indi rəvayətlərə görə, deyilənə görə Həzrət Adəmlə Həvva nənəmizin görüşdüyü yerdir. Düz o dağın mərkəzi, o yerdir. Həmin bayaqlar avtobusda mən də Hacı Kamran da məlumat istifarədə, həmin bu ərazidir. Biz Ərəfə günü Ərəfatda olmuşuq, buraya gəlməmişdik. Mən də Hacı Kamrandan da işitdim ki, Ərəfə günü ümumiyyətlə bu dağa çıxmaq həm də məhkûhdur, bəyənilmir. Ona görə bizimkilər gəlmir yəni. Buna gəlməyin biz belə deyim həm də o günü vacib deyil, Ərəfatda olmaq vacibdir, Ərəfatda var idi. Həmin bu yerdə baxın, 1-2 dəqiqədə yəni kim istəyir şəkil çəkdirsin, kim istəyir döyləsin, 2 dəqiqə çatdırda inşallah ibanmayaq. Ya Allah, Muhammed Ali Muhammed'e salavat deyək. Dağın onu düşmür, düz Balaca Təpənin üstündə. Görürsünüz, ora İsmail Aleyhisselam'ı, İbrahim Aleyhisselam qurban kesmək istədiyi yer, yəni əsir qurbangah oradır. Bəli, balaca baş daşlı bir şeydir, elə deyək. Elə bir dənə də orada qeyri-adi bir şey. Çəkə bildirsə fərqinək. Gördünüz, hamı gördü. Şeytan o binanın içindədir. Bəli. Bir ömür həyat yoldaşı, özür fədakar, utandır, həyalıyır. Yoxdur, kim istəsə, neçə nəfər olsanız, bir nəfər də olsa, gətirəcəm bura, özüm də gələcəm. İstəsəz gecə qalxmağa, sübə kimi qalxıb, düşər inşallah, sabah axşam, saat 1-12-1 arası. Gələrik, kim istəyər mənlə, amma kim istəyirsə, indi gelib qalxa bilər, problemi yoxdur. İndi getmək istəyən, indi getmək istəyən, bu yolla yavaş-yavaş geri çıxa bilər inşallah. Allah qoysun, kim istəyir getsin. Sağdaki bu qəbristanlıq xanım Xədicə, Rəzul-i Peyğəmbərin bunun babası Abdülmanaf, Əbu Talib, Əbdülmüttəlib, hamısının qəbri buradadır. Allah ruhlarını şad eləsin. Ben de inşallah sana gelmek istiyorum. Aku mana tu mana mama?
Anne hızlı gitme. Yavaş yavaş. Bizden kesin. Abla sadaka abla. Bunu bilmem ya. Bir akşam yaverim var lan. Anda çekiyor. Tura verme. Yazma. يعني شكل يعني والله العظيم كلهم طيبين نفسين ميمون ناس طيبين يعني هذا حتى لو جماعتنا حتى لو هذول السنة حتى لو السنة ما صارت سازه زدن این سازه ها به چه درد؟ أنا من برفوش شيء لقية وهذول Ne kablo? هاي عندي سنة عندي نشان حلوة حق وهاي الحجية شو